suyu vuracağım. Ben vaxtın olsa bir dənə ki, bir dənə ətdən baxar. Hayır. Dostlar salam. Hər birinizi xoş gördük. Sabahınız xeyir olsun. Fəqir Çoban kanalından hər birinizə sevgilər, sayğalar, salamlar. Yoldaş qoyun apardı heyvanı örüşə otarmağa. Bizdə indi fermada biraz işlərimiz var. Onlarla məşğul olacaq. Ən əsas da ki bu günləri çəpişlər var. Onları ayırmışam. Onlara qurd dərmanı verəcəm. Bağırsaq qurduna görə. İndi biraz keçsin. Biz də bir qismət sabah yeməyi yeyək. Həm də ac olmaq saatı var da, aclıq saatı. O saat gərək tamam olsun. 16 saat, 15 saat ac olmalıdır. Ona görə gözləyirəm ki, saat tamam olsun. Qurd dərmanını verək. Qurd dərmandakı bağırsaq qurduna çəpişlərə, quzulara Bio 500'lük verilir. Bio 500'lük daha keyfiyyətli nəticə göstərir. Ana keçilərə, ana qoyunlara Bio 700'lük verilir. Bağırsaq qurduna görə. Basar 200. Basarımız da maşallah olsun. Namxoda böyüyür, daha böyük. Yekə bir dəli qız olubdur. Dəli qız olub, dəli. Dəlişqə, 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 dəlişqə. Söz eşitməyən dəli qız olub, dəli. Basar ucu mari boydadır demək olar ki. Prosta hələ bu küçükdür. Qalınlığı, nazikliyi o qədər də yaxşı deyil. Çünki hələ 8 ayını təzə tamam eləyib. 9 ayının içindədir. Bunun hələ bunun 1 yaşı var. Yaş yarımı var. Ona kimi gözəl göyçək qız olacaq. Və burada. Bütük. Mənim dəli batırımdır. Batırım da oğlanları, qışları var. Bu dünənləri göndərdik. Biri Mingəçevirə getdi. Biri də Bakı şəhərinə getdi. Biri Mingəçevir şəhərinə, biri Bakı şəhərinə. Onlar da xeyrini görsünlər. Qısa videolarını paylaşmışam. Videonun da indi arasına yerləşdirəcəm onu da. Xeyrini görsünlər. Gözəlim maması var. Uşaqların mamasıdır bu da uşaqların. Uşaqların mamasıdır. Bunu da ayırmışam balalarından. Ancaq səhər, axşam küçüklərini əmizdirir. Günorta da yumurta, süd, bir də D vitamini içirlər. Özümüz üçün də, təsərrüfatımız üçün də bir erkək, bir dişi küçük saxlamışıq. Yerdə qalan küçükləri də yavaş-yavaş istəyənlərə sahiblendiririk. Gedirlər xidmətinə davam eləməyə. Səhər-səhərdir itlərimizin yemini qayırmışıq. Hərəsində yanında 2 yumurta. Mütləq bunlar heç olmasa 2 gündən bir, 3 gündən bir belə yumurta qatırıq yeməyinə. Yemi də ki bildiyimiz çörəkdir və arpa ununun yağlıdır. İçinə də pendir suyu qatmışıq. Yəni arpa ununun yağlıdır, pendir suyudur, çörəkdir və yumurtası da
qabıqlı. Ha, belə qabığını da belə əzirik ki, qabığını da əzirik ki, belə yeməyin içində belə deyək də it onu seçib qırağa qoymasın, yesin. Mali, güzel. Mali. Bu cübbüşlər də məmələrini əmsinlər. Keşke karınları doysun bunların. Bunlar da ayrıq bəsdir. Əmsinlər. Bunlar da yeməklərini yedilər. Biraz da keçsin gətirib çəpişlərimizin qurtarmalını verək. Ona şimdi elə heyvan gələcək qapıya. Saat sabah 5 idi. 6 yeni işləmişdi heyvan gedəndə. Tam yeməyiblər. Onların çox idi yemi. İndi götürüm qabağında qalmasın. Ümumiyyətlə itə yem verəndə də yedi doydu, artığı qabağında qoymaq olmaz. Götürmək lazımdır. Ha dostlar, demək çəpişlərimizin də qurd dərmanını verdik. Bağırsaq qurduna görə BO500'lük. Prosta belə deyim də qurd dərmanı vermək əsnasında olan videoları çəkə bilmirəm. Çünki təkəm telefonu yerə qoymaq olmur. Telefonu tutup çəkən yoxdur. Ona görə özüm tək olduğuma görə videoları bəzən belə gördüyüm işləri çəkə bilmirəm. Əsas oda qurd dərmanını verdik. Dün ortada analarının sağımından sonra qatacaq yanına tutasınlar. Qarınlar doy, məməsləri əmiblər. Hə dostlar, bax bu əlimdə tutduğum, bu gələn yanımda olan ala küçük satışdadır, satılır o. Ondan əlavə də bir dənə, bax o turbanın yanında duran ala küçük, o da satışdadır. Əlavə bir dənə dişi var.
O da satışdadır. Kim istəsə Instagram səhifəmiz bioda var, ya TikTok səhifəmiz, hansından istəsə yaza bilər. Bəzən yoldaşlar pay küçüyü istəyirlər. Pay da vermişik də. Allah'a şükür. Sözümüzün üstündə durmuşuq, sözümüzü tutmuşuq. 8 küçüydü, 8 küçüyün. 3'ü pay gedib. İkisini özümüzə saxlamışıq. Və əlavə də 3 küçük qalıbdı, onda mən satmalıyam ki, bunların rasvodu çıxsın. Satışda olan dişi də budur. Biçili çəkirəm. Yaxşı, güzel. Ha dostlar, demək günortadan sonra da günorta üstündən yatmışdım, elə durdum ki heyvan yoxdur, yoldaş dediyim heyvanı çəkib aparıb. Elə mən də axşamdır ki küçükləri çıxartmışam. Marinin altında əmiflər, doyuşublar, mamasının məməsini əmişiblər. Mari. Biraz tam yenini boşaltsınlar. Ondan sonra yine ayıracağım. Günün kölgəyə düşdüyü yerlərdə bəzən itləri o yüzden açır bağlayıram, bu yüzden açır bağlayıram. Yerləri sərin olsun. Hava çox istidir həqiqətən. Göydən od yağır. Neyse, bunlar da əmsi, mən də yeyim, biraz işlərim var. Onlar yoluna qoyum. Ona kimi axşama heyvan gəlib çıxacaq. İtlərimizin də yalını verdik. Birazdan da qaranlıq olanda da belə deyim də heyvanın gəlmək vaxtıdır. Heyvan gələcək. Onda da çəpişləri zadı seçirik. Bəzi çəpişlər var ki, onları seçirik analarını sağmaqdan ötəri. Allah'ın köməklə yeni videolarımız davamlı olaraq olacaqdır. Hər birinizi kanalımıza baxmağa dəvət edirəm. Kanalımıza abunə olmanızı yaddan çıxartmayaq. Kimin sözü, sualı olsa mütləq qeyd edərsiniz. Allah'ın köməklə mən də öz növbəmdə bildiklərimə sizin xidmətinizə cavablarınızı çatdırarım. İnşallah görüşmək ümidi ilə sağ olun, gecəniz xeyrə qalsın. Allah'a emanet olun.